Təşkilatının nizamnaməsi haqqında məlumat verəcəm. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi 50 dövlətin nümayəndəsi tərəfindən 1945-ci il 26 iyun konfransında imzalanır və həmin ilin 24 oktyabrında qüvvəyə minir. Ümumilikdə 111 maddədən ibarətdir. Burada müəyyən maddələrin müddəaları və yaxud da ki, müəyyən maddələr haqqında birbaşa məlumat vermişəm. Amma 111 maddənin hamısını ehtiva eləmir. İstəsəz internet mənbələrindən, yəni PDF şəklində mövcuddur, girib oxuya bilərsiniz. Mən sadəcə olaraq müəyyən maddələr ya tam olaraq tərcümə olunduğu kimi keçib burada qeyd eləmişəm, ya da orada olan ümumi müddəalardan əsas məqamları daha doğrusu desək qeyd eləmişəm. Maddə 1-də nədən danışır? Maddə 1-də Birləşmiş Millətlər Təşkilatının məqsədlərindən danışır. Beynəlxalq sülh və təhlükəsizliyi qoruyub saxlamaq haqqında, millətlərin xalqların arasında hüquq bərabərliyi, beynəlxalq problemləri həll etmək və bunun uğrunda millətlərin hərəkətlərini uzlaşdırmaq haqqında danışır. Maddə 2-də təşkilatın və onun üzvlərinin prinsiplərindən danışır. Burada belə bir məqam var ki, nizamnamənin 2-ci maddəsində belə bir müddəa qeyd olunur. Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına hər hansı bir dövlətin daxili yurisdiksiyasında olan məsələlərə müdaxiləsinə səlahiyyət vermir. Yurisdiksiya nə deməkdir? Latın mənşəli sözdür və mənası mühakimə etməkdir. Yurisdiksiya çərçivəsində dövlətin hüquqi qüvvəyə malik qərarları qəbul olunur və dövlət hüquqi qüvvəyə malik qərarları qəbul etmək səlahiyyətinə malik olur. Konstitusiya quruluşundan tutmuş cinayət, iqtisadiyyat, sosial siyasət, təhlükəsizlik və ərazi idarə etməsinə qədər bütün daxili sahələri əhatə edir. Məsələn, biz müəyyənləşdiririk ki, Birləşmiş Millətlər Təşkilatının hər hansı bir dövlətin daxili işinə qarışmaq kimi səlahiyyəti yoxdur. Maddə 4-də nədən danışır? Üzvlük üçün müəyyən öhdəliklər olduğunu bildirir. Misal üçün buna üzvlük haqqı ödənilməsini nümunə göstərə bilərik. Maddə 6-da bu nizamnamədə təsbit olunmuş prinsipləri sistematik qaydada pozan Birləşmiş Millətlər Təşkilatının üzvü Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təşkilatdan çıxarıla bilər. Yəni buradan görürük ki, Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən Birləşmiş Millətlər Təşkilatının istənilən bir üzvü əgər hər hansısa bir qaydanı pozursa, çıxarıla bilər. Digər bir maddə 7-də Birləşmiş Millətlər Təşkilatının əsas orqanları haqqında qeyd olunur. Bunlara Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və katibliyin daxil olduğu bildirilir. Zəruri hesab edilərsə, yəni köməkçi orqanlar da yaradıla bilər. Bunlarla kifayətlənmir, yəni lazım gəldikdə nizamnaməyə uyğun olaraq köməkçi orqanlar da yaradıla bilər. Maddə 9-a əsasən Baş Assambleyada üzvün 5 nəfərdən artıq nümayəndəsi ola bilməz. Maddə 15-də Baş Assambleya Birləşmiş Millətlər Təşkilatının digər orqanlarından məruzələr qəbul edir və onlara baxır. Hətta Baş Assambleya Təhlükəsizlik Şurasında da məruzə qəbul eləyir. Səhv eləmirəmsə 1 ildən bir hesabat verilməlidir. Lazım gəlsə xüsusi məruzələr də təqdim edilə bilər. Maddə 17-də Baş Assambleya Təşkilatının büdcəsini nəzərdən keçirir. Bayaq dediyim kimi üzvlük haqqı ödənilir və nəticədə də büdcə formalaşır. Həmən büdcə də təşkilatın xərcləri onun üzvləri tərəfindən Baş Assambleyanın müəyyən etdiyi kimi aparılır. Burada daimi üzv, qeyri-daimi üzv haqqında məlumat verəcəm. Nizamnamənin maddələrində keçir. Daimi üzv nədir? Daimi üzv Təhlükəsizlik Şurasının 5 daimi üzvü hesab olunur. Bunlar Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. Xüsusiyyətləri, yəni səlahiyyətləri nədir? Veto hüquqlarına malikdirlər. Hər hansısa bir qərara qarşı çıxmaqla onu bloklaya bilərlər. Daimi mövqeydədirlər və yəni üzvlük məhdudiyyəti yoxdur burada. Hər hansısa bir, misal üçün, qeyri-daimi üzv 2 il müddətində seçilir, amma daimi üzvdə hər hansısa bir zaman məhdudiyyəti yoxdur. Qeyri-daimi üzv isə Təhlükəsizlik Şurasında 10 qeyri-daimi üzv olur. Müddəti 2 ildir. Onların daimi üzvlərdən fərqli olaraq veto hüququ yoxdur. Amma qərar vermədə də səs verə bilərlər. Bu da daha çox bölgələr üzrə təmsilçilik prinsipinə əsasən seçilir. Misal üçün Afrika, Asiya, Latın Amerikası və s. Yerdə qalan üzvlərin daimi üzv və qeyri-daimi üzvlərdən fərqi nədir? Onu sizə çatdıracağam.
Digər üzvlərin daimi və qeyri-daimi üzvlərdən fərqi ondan ibarətdir ki, digər üzvlər Təhlükəsizlik Şurasında iştirak etmirlər. Qərarlara nə səs, nə də veto qoya bilmirlər. Yəni daimi üzv və qeyri-daimi üzv Təhlükəsizlik Şurasının bir hissəsidir. Amma yerdə qalan digər üzvlər Baş Assambleyada əsasən iştirak edirlər. Maddə 18 haqqında danışmaq istəyirəm. Burada həmin o üzv dövlətlərin bərabərliyi, yəni hər birinin bir səsə malik olması haqqında danışır. Hər hansısa bir məsələ sessiyada və səsvermədə iştirak edən üzvlərin üstə 2 səs çoxluğu ilə qəbul edilir. Maddə 19-da bayaq vurğuladım, təşkilata üzvlük haqqı olduğundan bəhs olunur. Və burada belə bir müddəa var. Əgər üzv dövlətin borcunun miqdarı, yəni üzvlük haqqını ödəmirsə, burada borc formalaşır. Həmin bu borcun miqdarı 2 bundan əvvəlki il üçün ödənilməli olan üzvlük haqqına bərabərdirsə və ya ondan çoxdursa, həmin dövlət baş səsvermə hüququndan məhrum edilir. Lakin bu borcu bir növ araşdırırlar ki, Baş Assambleya bunun üzv dövlətdən asılı olmayan hallara görə ödənilmədiyi qənaətinə gələrsə, həmin üzv dövlətin səsvermədə iştirakına icazə verilir. Yəni bu deməkdir ki, üzvlük haqqı əgər ödənilmirsə, burada ya ola bilər dövlət özü ödəməkdən imtina eləyir, ya da ola bilər ki, hər hansısa bir müəyyən problemlərə görə ödəyə bilmir. Bu aydınlaşdırılır və bunun nəticəsində də həmin üzv dövlətin baş səsvermədə iştirak hüququnun olub-olmamağından bağlı qərar müəyyənləşdirilir. Maddə 23-də nədən danışılır? Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri 2 il müddətinə seçilir. Bunu da bayaq sizə izah elədim. Maddə 24-də Təhlükəsizlik Şurası Baş Assambleya tərəfindən baxılmaq üçün ona illik və lazım gəldikdə xüsusi məruzələr təqdim edir. Bunu da əvvəlki slaytlarda sizə dedim. Maddə 42 haqqında bundan sonraki slaytda danışsam, ondan əvvəl maddə 43 haqqında danışmaq istəyirəm. Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə vermək üçün öz üzərlərinə vəzifə götürürlər. Yəni bir növ missiya kimi beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasıdır. Təhlükəsizlik Şurasının tələbi ilə və xüsusi saziş və ya sazişlərə uyğun olaraq zəruri olan silahlı qüvvələr, yardım və ərazidən keçmə hüququ da daxil olmaqla müvafiq xidmət vasitələri versinlər. Maddə 42 haqqında danışaq. Maddə 42-də nədən danışır? Deyir ki, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər. 41-ci maddədə nə tədbirlər nəzərdə tutulur? Orada bildirilir ki, əgər hər hansısa bir problem yaşanırsa, bunlar danışıqlar yolundan həll olunmalıdır və yaxud da ki, danışıqlar yolundan həll olunmasa, silahlı münaqişəyə keçilməməlidir də, onun silahlı münaqişə səviyyəsinə getməmək üçün mümkün qədər danışıqlar yolunda olan bütün proseslər, bütün bir növ vacib işlər görülməlidir. Əgər 42-ci maddədə deyir ki, bunlar kifayət deyilsə, yəni bunlarla razılığa gəlmək olmursa və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlər Təşkilatının üzvlərinin, yəni o bayaq dedim, Baş Assambleyaya daxil olan üzvlər olsun, hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özündə əhatə edə bilər. Buna misal olaraq göstərə bilərik Koreya müharibəsini 1950-53-cü ildə burada Birləşmiş Millətlər Təşkilatının müdaxiləsi olmuşdu. Eyni zamanda 1995-ci ildə baş vermiş Bosniyada müharibəni nümunə çəkmək olar ki, Birləşmiş Millətlər Təşkilatı maddə 42-yə əsasən bura müdaxilə eləmişdi silahlı formada. Növbəti maddələr 46 və 51-ci maddələrdir. 46-cı maddədə də hərbi qərargah komitəsinin olduğunu biz görürük. Yəni silahlı qüvvələrin tətbiqi planları Təhlükəsizlik Şurası tərəfindən hərbi qərargah komitəsinin köməyi ilə tərtib edilir. Maddə 51-də isə nədən danışılır? Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün zəruri tədbirlər görülənə qədər ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünə müdafiə hüququna xəlal gətirmir. Burada onu demək istəyir ki, maddə 51-ə görə əgər hər hansısa bir silahlı müdaxilə baş verərsə, bu üzv özünü müdafiə etməlidir də. Ona görə də Təhlükəsizlik Şurası bu məsələyə müdaxilə edənə qədər həmin
bir növ hücuma məruz qalan üz dövlət özünü müdafiə etmək səlahiyyətinə malikdir. Yəni buna görə hər hansısa bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən sanksiya və yaxud da ki bir növ qətnamə qəbul olunmur. Diqqətinizə görə təşəkkürlər. Ümid edirəm ki, məlumatlandırıcı xarakter daşıyır bu video. Yəni sizlər üçün bir qatqısı oldu. Növbəti videoda da maraqlı mövzular haqqında məlumat verəcəm. Növbəti videoda görüşənə qədər sağ olun.